İmam Hüseyin əleyhissalam bu məktubların doğruluğunu araşdırmaq və Kufədə olan vəziyyəti öyrənmək üçün bir nəfər etibarlı şəxsi ora göndərmək qərarına gəlir. İmam Hüseyin bu gizli əməliyyat üçün əmisi oğlu Müslim İbni Əqili ən ləyaqətli şəxs hesab elədi. İmam Müslimi çağırtdırıb buyurdu: "Get Kufəyə, insanlara diqqət elə. Əgər onların qəlbləri ilə dilləri eyni olarsa, məktublarda yazdıqları kimi müttəfiq dilərsə və qiyamı onlarla birgə yerinə yetirmək olarsa, bunu mənə xəbər ver." O həzrət sonra Müslimə belə vəsiyyət etdi: "Təqvalı ol, insanlarla mehriban davran, işlərini gizli saxla, insanların bir-birləri ilə müttəfiq olduğu və ixtilafı olmadığı təqdirdə mənə xəbər elə." Müslim 4000 nəfərlə qiyam eləyərək İbn Ziyadı öz qəsrində mühasirə edib tutmaq istədi. Lakin qəsrə yaxınlaşdıqda 4000 nəfərdən 300-ü qaldı. İbn Ziyadın qəsrində isə 30 keşikçi və 20 nəfər də qohumları və qəbilə başçıları var idi. İbn Ziyad qəbilə başçılarını qorxutmaqla qəsrin üstünə çıxartdı. Onlar da öz adamlarını qorxudub qəsrin ətrafından uzaqlaşdırdılar. Hava qaraldı. Müslim məğrib namazını 30 nəfərlə qıldı. Namazdan sonra isə 10 nəfər qaldı. Məsciddən çıxandan sonra isə artıq Kufənin küçələrində tək qalmışdı. Müslim dar küçələrdə hərəkət eləyərkən dalanı olmayan bir küçədə məcburən Təvəh adlı bir qadının evinə daxil oldu. Təvəhin oğlu Müslimin onların evində olmasından xəbər tutub İbn Ziyadın vəd verdiyi mükafatı almaq üçün onun yerini İbn Ziyadın adamlarına çatdırdı. Müslimi tutmaq üçün 70 nəfər Təvəhin evinə hücum eləyib evi mühasirəyə aldı. Böyük qarşı durmadan sonra Müslimi tutub İbn Ziyadın qəsrinə apardılar. Müslim şəhadətdən əvvəl Allahdan bağışlanmaq diləyirdi. Onu Bükeyr bin Həmran qətlə yetirdi. Sonra isə onun mübarək bədənini yerə tulladı. Müslim Kərbala qiyamının ilk şəhidi idi ki, Zilhiccə ayının 9-u Ərəfə günündə şəhadətə yetişdi.